Salam aleykum, hər birinizi xoş gördük. Əziz və dəyərli müəllimlər, abituriyentlər, şagirdlər və biologiya sevərlər, bugün sizlərə izah edəcəyim testlər dəyər test toplusundan olmuş və insan anatomiyasına aid olan sinir sistemi bölünməsinin testləri olmuş olacaq. Gəlin test nümunələrimizin izahına başlayaq. Birinci sualımız cədvəl sualıdır və bu sualda bizə X və Y ilə işarələnib baş beyin şöbələri və onların aid olduğu funksiya verilib və özlərini bizdən soruşur. Cədvəldə müvafiq olaraq X və Y-in yerinə yazıla bilər. Baş beynin şöbəsi X bədən müvazinətinin tənzimlənməsində iştirak edir. Müvazinət rolunu ümumiyyətlə oynayan beyincikdir və biz beyinciklərə baxsaq B və D variantlarında olmuş olur. C, Y və A variantlarını buradan çıxmış oluruq. Və sonra bədən temperaturunun tənzimi isə ara beyin vasitəsilə həyata keçirilir. Ona görə cavabımız olacaq D variantı. 2 nömrəli sualda sinir düyünləri hissi sinirlərin qısa çıxıntılarının yığınlarıdır. Hissi sinirlərinin qısa çıxıntıları aksonlardır. Bunu yadda saxlayaq. Xeyr, bu düzgün cavab deyil. Çünki uzun çıxıntıları hissi sinirlərin dendrit adlanır. Sinir sisteminin ağ maddəsinin əmələ gəlməsində rol oynayır. Xeyr, boz maddədir. Hissi neyronların cisimlərindən əmələ gəlmişdir. Bəli, bu variantı doğru kimi götürə bilərik. Çünki hissi neyronların cisimlərindən əmələ gəlir həqiqətən. P2 hücrələri və neyronlardan ibarətdir. Xeyr. Refleks göğsünün 3-cü hissəsinə aiddir. Xeyr, bu variantda uyğun gəlmir. Əslinə qalsa refleks göğsünün sinir düyünləri əmələ gəlir. Belə deyək də hissi sinir cisimləri əmələ gətirir onu. İkinci hissədə hissi yolda onu əmələ gətirir. Yəni mərkəzi sinir sistemindən kənarda olur əslində qalsa. Ona görə ki, 3-cü hissəni bura aid edə bilmərik. Və doğru cavabımız C variantı. 3 nömrəli sualda insanın onurğa beyninin döş şöbəsindən 12 cüt, yəni 24 ədəd sinir çıxır. Bu sinirlərin sayı onurğa beynindən çıxan bütün qarışıq sinirlərin sayının neçə faizini təşkil edir? Ümumiyyətlə onurğa beynindən 31 cüt sinir çıxır ki, bunların da hər biri və hamısı qarışıqdır. Və yəni belə bir qərara gələ bilərik ki, 62 sinirimiz 100%dirsə əgər döş şöbədən çıxan 24 ədəd sinirimiz nə qədər olacaq? X. Və burada da X-i tapmış oluruq. Cavabımız eləmiş olur 38.9. Yəni təxmini cavab çıxır 38.7%-ni təşkil edir üzrlü sayın. D variantı. 4 nömrəli sualda insan orqanizmində sinir impulslarını mərkəzi sinir sisteminə çatdırır. Ara neyronlar özü mərkəzi sinir sistemində yerləşir. Hər iki neyronlar mərkəzi sinir sistemindən çıxarır. P2 hücrələr ümumiyyətlə belə deyək də P2 hücrələr köməkçi hücrələrdir. Neyronlara kömək edirlər. Onun müdafiə, dayaq və qidalanmasını təmin edirlər. Hissi neyronlar bəli, cavabımız da hissi neyronlardır. D variantı. Çünki bu hissi neyronlar refleks göğsünün ikinci hissəsində iştirak edir ki, ikinci hissəsində və sinirləri mərkəzi sinir sisteminə çatdırır. Sinir impulslarını reseptor sahadan qəbul edərək. Hər iki sinirlər yenə də ki, bunlar da mərkəzi sinir sistemindən gətirəcək bədən orqanlarına, əzalara falan. 5 nömrəli sual. İnsanda onurğa beyni, onurğa sütununun hansı şöbəsində bitir? Konkret olaraq bu sualın cavabı olacaq bel. Bel şöbəsində daxil olmaqla bel şöbəsində bitmiş olacaq. Amma bu büzdüm şöbələrində isə artıq sinirlər çıxır, hətta büzdümə kimi uzana bilir. Və boyun, döş, bel bu 3 şöbədə xüsusən onurğa beyni yerləşir və bel şöbəsində artıq bitir. 6-cı sualımız. İnsanda hərəkət sinirlər. Yəni hərəkət sinirlər nədən təşkil olunmuşdur?
Ara neyronların qısa çıxıntılarından ibarətdir. Xeyr, bu hər iki sinirlərə aidiyyəti yoxdur bunun. İmpulsları mərkəzi sinir sisteminə ötürür. Xeyr, mərkəzi sinir sistemindən aparır. Hər iki neyronların uzun çıxıntılarından ibarətdir. Hər iki sinirlər hər iki neyronların uzun çıxıntılarından təşkil olunmuşdur. Sevəndə doğrudur. Hissi və hər iki neyronların cisimlərindən təşkil olunmuşdur. Xeyr. Hissi neyronların uzun çıxıntılarından ibarətdir. Hissi neyronun uzun çıxıntısı yenə deyirəm, bayaqki dedim, dendritlərdir. Bunlar hissi sinirlərin əmələ gəlməsində iştirak edirlər. Hər iki sinirlərin yox. Ben dinləyə vurdum burada, özürlü say. Yəni səhv variantdır bu. Üstündən xətt çəkməliydim. Cavabımız C bənd eləmiş. 7 nömrəli sual. Mərkəzi sinir sistemindən çıxan sinirlərin ümumi sayı. Mərkəzi sinir sistemindən çıxan sinirlərin ümumi sayını soruşursa, konkret bizdən rəqəmi soruşur. Bu deməkdir ki, 24 ədəd baş beyindən çıxır. 62 ədəd də onurğa beynindən çıxır. Cəmi eləmiş oldu 86 ədəd. Onurğa beyindən çıxan sinirlərin sayı A olmuş olarsa, yəni A bərabərdir 62 olarsa, baş beynin sol hissəsindən çıxan kəllə beyin sinirlərinin sayı nə qədər eləmiş olacaq? X'imiz də olacaq 24'ün yarısı nə qədər eləmiş olur? 12 ədəd. Çünki ümumi 24 ədədidir. Sol hissədə də, sol yarımkürədə də 12 olur, sağ yarımkürədə də 12 olmuş olur. İndi biz bunu nə etməliyik? X'i bərabər eləməliyik. N və A-nın yerinə qoyaraq tapmalıyıq. N'in qiyməti neçə idi? 86. N çıxılsın A-nın qiyməti, yəni 64'də, 62. Və onu da böləcək 2'yə. Çünki nəyə görə? 24 eləmiş olur. 24'ün yarısı 12'yə bərabər olmalıdır ki, biz X'i tapmalıyıq. Cavabımız C variantı eləmiş olacaq. 800 nömrəli suala gəldik. Boşluqlara uyğun gələn sözləri müəyyən edin. İnsanda simpatik sinirlərlə ötürülən oyanmalar ürək yığılmalarını, simpatikdirsə ürək yığılmalarını nə edəcək? Qüvvətləndirəcək. 5. Bu sinirlər onurğa beyninin harasından çıxacaq? Təbii ki, onurğa beyninin döş şöbəsindən çıxmış olacaq. 5 və 4 cavabımız elədir. Nə? Y variantı. 9 nömrəli sual. İnsanın ara beyni zədələnəndə hansı hissiyatı pozulmaz? Ara beyin zədələnərsə insanda eşitmə pozula bilər, görmə pozula bilər, muvazinət belə pozula bilər, dad hissi belə itə bilər. Amma qoxu hissi pozula bilməz, çünki qoxu sinirləri ara beyindən keçmir. Bunu belə yadda saxlayaq. 9Y variantı. 10-cu sual. İnsan orqanizmində yalnız mərkəzi sinir sistemində yerləşir. Yəni MSS-də yerləşir. Hissi neyronların aksonları həm mərkəzi sinir sistemindən kənarda, həm mərkəzdə yerləşir. Hərəki neyronların aksonları həm mərkəzi sinir sistemində yerləşir, üzr istəyirəm, mərkəzi sinir sistemində həm mərkəzi sinir sistemində yerləşəcək, həm də kənarda yerləşəcək. Hissi neyronların dendritləri, yəni hissi neyronların uzun çıxıntıları da deyə bilərik. Baxmayaraq ki, dendritlər qısa çıxıntılardır, amma hissi neyronun dendritləri uzun çıxıntılardır. Hissi neyronların dendritləri də harda yerləşər? Yalnız və yalnız MSS-dən kənarda yerləşəcək. Hərəki neyronların dendritləri tam mərkəzi sinir sistemində. Bunu niyə biz vurduq? C bəndi vurmayaq. Kənarda yerləşir, çünki yalnız orada içəridə yerləşən istəyir bizdə, mərkəzdə. Hərəki neyronların dendritləri harda yerləşəcək? Təbii ki, hərəki neyronun istər cismi olsun, istər dendriti olsun, yerləşir mərkəzi sinir sistemində. D variantı. Hissi neyronların cisimləri yerləşəcək mərkəzi sinir sistemindən harda? Kənarda. Bu da çıxdıq. Cavabımız elədir 10D variantı.
11 nömrəli sual. Sinir impulsları bilavasitə ötürülə bilər. Hissi neyronun aksonundan hərəki neyronun aksonuna. Tutaq ki, hissi neyronun aksonu gəlir mərkəzi sinir sisteminə. Sadə diz refleksidir. O hərəki neyronun aksonuna yox, hərəki neyronun dendridinə getməlidir. B variantı hissi neyronun aksonundan işçi orqana, hissi neyronun aksonundan heç vaxt sinir işçi orqana getməz. Uzaq başı gedib çatacaq mərkəzə kimi. Reseptordan hərəki neyronun dendridinə. Reseptordan hərəki neyronun dendridinə çatana kimi bu hissi neyrondan mütləq keçməlidir. Çünki bilavasitə. Hərəki neyronun aksonundan əzələyə. Baxın, hərəki neyronun aksonunun bir hissəsi dedim ki, mərkəzdən yerləşir. Bir hissəsi isə mərkəzdən kənarda yerləşir. Və mərkəzdən kənarda yerləşən hissəsi də gedib birbaşa birləşir. Məsəl üçün, skelet əzələlərinə. Yəni əzələyə. Və ona görə də belə hərəki neyronun aksonundan əzələyə bilavasitə sinirlər gedə bilər. Reseptordan ara neyronun dendridinə xeyr. Yenə ara neyronun dendridinə çatana kimi bu nə eləməlidir? Hissi neyronla gəlib çıxmalıdır. Arada hissi neyron yoxdur. Ona görə bu səhv variantdır. Düzgün variantımız D bəndi olmuş. 12 nömrəli sual cədvəl tipli sualdır. Maraqlı sualdır. Doğruya doğru, yanlışa yanlış verilib. Amma bizdən uyğunluğu yox, səhv olanları istəyir. Yəni doğruda yanlışı, yanlışda doğrunu biz tapmalıyıq. Ara beyin bir çox emosiyaları tənzimləyir. Bu doğruda doğrudur. Biz bunu götürməyəcəyik. Beyinciyin funksiyası pozulmuş insanlar dəqiq hərəkət edə bilmir. Doğruya doğru yazıb da bunu. Biz bunu götürməyəcəyik. Çünki səhv fikir bizdən istəyir. Orta beyin səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Bu doğru fikirdir. Amma bunu yanlış kimi götürüb. Bura qoyub. Yanlışa yazıb. Əslində doğru fikirdir. Biz bunu götürəcəyik, səhv fikirdir. Asqırma, öskürmə mərkəzləri beyin körpüsündə yerləşir və plus qoyub xeyr. Minusdur. Yanlışda olmalıydı bu. Yanlışın plusu olmalıydı daha doğrusu. Burada minusdur. Asqırma, öskürmə mərkəzləri beyin körpüsündə deyil. Uzunsov beyində yerləşir. 3 və 4'ü götürdük. Özümüz üçün asanlaşdıraq deyə 1 və 2 olan variantların üstündən də qəşəngcə bir yağlı xətt çəkirik. 3 və 4'ü götürür. Bir də 5 qalmış olur da. Uzunsov beyin onurğa beyni ilə baş beyni əlaqələndirir. Bəli. Həqiqətən də əlaqə rolunu oynayır. Yanlış yazıb. Xeyr, burada yanlışlıq bir şey yoxdur axı. Ona görə də cavabımız olacaq 3, 4, 5, B variantı. 13 nömrəli sualda cədvəl yenə verilib. Bayaqki sualın oxşarıdır. Yenə bizdən səhv fikri istəyir. Baş beyin sinirləri impulsları yalnız daxili orqanlara ötürülür. Xeyr, bu yanlış fikirdir. Və yanlış da bunu götürüblər. Bu doğru, yəni bu doğru variant olduğu üçün biz bunu götürməyəcəyik. İkinci hissəyə baxaq. Daha doğrusu cədvəlin ikinci qrafikinə baxaq, belə deyək də. Onurğa beyni sinirləri, impulslar yalnız bir istiqamətdə ötürülür. Bu doğru fikir deyil, bu səhv fikirdir. Əslində burada olmalıydı. Baş beyin yarımkürələrin qabığının üzəri qırışlı qabıqla örtülür. Bəli, bu doğru fikirdir. Götürməyəcəyik. Onurğa beyninin bel şöbəsindən parasimpatik sinirlər çıxır. Doğru deyil, yanlışdır. Bel şöbədən, döş şöbə, bel şöbədən simpatik sinirlər çıxır. Onurğa beyninin xarici qatı boz maddədən, həqiqətən də daxili qatda ağ maddə, xarici qatda boz maddə. Bir dəqiqə, onurğa beyninin xarici qatı boz maddədən təşkil olunmuşdur. Xeyr, baş beyindədir xarici qat boz maddədən. Onurğa beyninin daxili qatı təşkil olunub boz maddədən.
hansı ki bu moz maddəni əmələ gətirirdi. Ara beyin hamısı, daha doğrusu ara neyronun hamısı, hissi neyronun aksonlarının bir hissəsi, hər iki neyronun əmələ gətirirdi dendridi, cismi və aksonun bir hissəsi. Və onun da üzərində yerləşirdi, boz maddəni kənardan ağ maddə əhatə edirdi. Bəli, bu fikir yanlışdır. Əslində, belə deyək işte, yanlışdır və doğru bir mülahizə olduğu üçün biz bunu götürməyəcəyik. Ona görə cavabımız olacaq 2 və 4. Çox maraqlı bir sualdır, çox çaşdırıcı bir sualdır. 14 nömrəli sualdır. İnsanda göz bəbəyinin daralmasını təmin edən sinir mərkəzləri harda yerləşmiş olacaq? Göz bəbəyinin daralması deyirsə avtomatik bizə, artıq biz nəyi fikirləşməliyik? Yəni parasimpatik sinirlər. Parasimpatik sinirlər. Parasimpatik sinirlərin hardan çıxdığını biz artıq nə etməliyik? Öyrənməliyik. Onurğa beyninin döş şöbəsi. Onurğa beyninin döş şöbəsi simpatikdir. Baş beyindən bəli götürə bilərik. Onurğa beyninin oma şöbəsi, bu artıq belə deyək, çanaq orqanlarına gedir bunun parasimpatiki, xüsusən də sidik hissəsinə, cinsiyyət üzvlərinə, orqanlarına parasimpatik sinirlər oma nahiyəsindən gedir. Bunu da götürməyəcəyik. Onurğa beyninin bel şöbəsi. Onurğa beyninin bel şöbəsi simpatik sinirlərdir. Onurğa beyninin boyun şöbəsi. Boyun şöbədən parasimpatik və simpatik sinirlər çıxmır. Cavabımız 15 nömrəli sual. İnsanın bədən temperaturu və maddələr mübadiləsini tənzimləyən beyin şöbəsi ara beyindir. 16 nömrəli sual. İnsan orqanizmində sadə refleks qövsündə iştirak etmir. Sadə refleks qövsündə ara neyron heç vaxt iştirak edə bilmir. Amma mürəkkəb refleks qövsündə bir və ya bir neçə, 2 hətta 3 bu formada ara neyronlar iştirak edə bilir. 17-ci sual. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. İnsanın mərkəzi sinir sisteminə aid olan orqanlar, yəni MSS orqanları harda yerləşir? Onurğa kanalı və döş boşluğu. Onurğa kanalı doğrudur, döş yox. Qarın çanaq boşluğu xeyir. Kəllə və onurğa kanalı boşluğunda, bəli, kəllə boşluğunda baş beyin yerləşir. Onurğa kanalı boşluğunda isə onurğa beyni yerləşir. İkisi də mərkəzi sinir sisteminin əsas tərkib hissələridir. Şöbələridir daha doğrusu. 17C variant. Gəldik çatdıq 18 nömrəli suala. İnsan orqanizmində mədəyə gələn parasimpatik sinirlərin mərkəzləri yerləşir. Mədəyə gələn parasimpatik sinirlər harda yerləşir? Diqqətlə buna nəzər yetirək biz. Onurğa beyninin oma şöbəsində. Biraz əvvəl dedim. Mədəyə, daxil döş boşluğu orqanlarına, qarın boşluğu orqanlarına gəlmir demək olar ki, oma şöbəsində olan parasimpatik sinirlər. Çünki hətta böyrəklərə belə gələn parasimpatik sinirlər hardan gəlir? Baş beyin kötüyündən gəlir. O dərəcə yəni. Bunu götürməyəcək. Uzunsov beyində bəli də cavab bu olacaq. Onurğa beynin bel şöbəsi parasimpatik deyil, simpatikdir. Döş şöbəsi simpatikdir. Onurğa beynin boyun şöbəsindən də simpatik və parasimpatik sinirlərin heç biri çıxmır. 18B variant. 19 nömrəli sual. İnsan orqanizmində mərkəzi sinir sistemində yerləşir. Yəni MSS. Yenə yazaq bura. Hissi neyronların cisimləri kənarda yerləşir. Olmayacaq. Hərəki neyronların cisimləri bəli. Ara neyronların cisimləri bəli. Cavabımız oldu 19B variantı. Gəlib çatdıq 20 nömrəli suala. Sinir toxuması verilib və sinir toxumasının müəyyən sahəsi verilib.
və orada dendrisiz hüceyrələrin sayı n göstərib. Dendrisiz hüceyrə deyəndə bu peyk hüceyrəsidir. Yəni bunların nə dendritin aksonu var. Sinir toxunması hüceyrələrinin sayını, x-in ümumi sayını tapmaq lazım. Dendrisiz hüceyrələrin sayı n-dirsə, yadımıza saxlayaq. O zaman, yəni peyk hüceyrələrin sayı n-dirsə, o zaman neyronların sayı n bölünsün 10 olacaq. Mütləq. Çünki 10 dəfə ondan azdır. İndi ümumi sinir hüceyrələrinin sayını bizdən soruşursa, n üzərinə gəlinsin, n bölünsün 10. Bu da bərabərdir. 10 bölünsün 10 n üzərinə gəlinsin n. Bu da bərabərdir 11 n bölünsün 10. Cavabımız neçə olacaq? D variantı. 21-ci sual. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. İnsanda üzəri boz maddədən əmələ gəlmiş qırışlı qabıqla örtülmüşdür. Baş beyin yarım kürələri. Baş beyin yarım kürələri. Qabıqda təqribən 12-18 milyard neyron var. Bəli, 21C variantı. İnsanda mərkəzi sinir sisteminin əmələ gəlməsində iştirak etmir. Yenə MSS. Hərəki neyronların cisimləri edir. Hissi neyronların aksonları edir. Hərəki neyronların aksonları edir. Hərəki neyronların dendritləri edir. Hətta hərəki neyronun cismi ilə dendriti ilə mərkəzi sinir sisteminin içində yerləşir. Yəni bir hissəsi bayırda, bir hissəsi daxildə yerləşmir. Hissi neyronların dendritləri uzun çıxıntıları və cisimləri belə deyək, ağ maddənin əmələ gəlməsində iştirak edəcək və boz maddə, daha doğrusu boz maddənin əmələ gəlməsində iştirak edəcək, amma mərkəzi sinir sistemindən qıraqda. Bir üzrlüsən, bir cümlədə səhvə yol verdim. Dendrit və cisimlər hissi neyron iştirak edir boz maddənin əmələ gəlməsində əslində, amma mərkəzi sinir sistemindən kənarda iştirak edir. Y variantı. 23-cü sual. İnsanın sinir sistemi ilə bağlı düzgün fikri göstərin. Qarışıq sinirlər ara neyronların çıxıntılarından təşkil olunub. Xeyr. Hissi və hərəki neyronların çıxıntılarından təşkil olunmuşdur. Daha doğrusu uzun çıxıntılarından. Ara beyni zədələnsə, yalnız qoxu hissiyatı pozular. Ümumiyyətlə qoxu hissiyatı pozulmaz. Çünki keçmir orada. Onurğa beyni 5 şöbədən ibarətdir. 4 şöbədən. Boyun, döş, bel, oma. Baxın, 4 şöbədən ibarətdir. 5 şöbədən ibarət olan onurğa beyni deyil. Onurğa sütunudur, dayaq hərəkət aparatıdır. Simpatik sinirlər göz bəbəyini genəldir. Bəli, simpatik genəldir, parasimpatik daraldır. Uzunsov beyində simpatik mərkəzlər yerləşir. Uzunsov beyin kötüyünün tərkibindədir. Beyin kötüyündən yalnız parasimpatik sinirlər çıxır. Bu da səhvdir. Cavabımız 23D variantı. Gəldik çatdıq əzizlərim. Açıq tipli suallara. Səsimdə biraz qüsur var. Gərək üzrlü sayılsınız. Danışanda bir qədər səsim zəif çıxır. Açıq tipli test tapşırıqları gəldi və x-in qiymətini biz tapmalıyıq. İnsanın sinir toxunmasının müəyyən sahəsində olan aksonlu hüceyrələrin sayı verib və biz nə etməliyik? Sinir toxunması hüceyrələrinin ümumi sayını tapmalıyıq. Aksonlu hüceyrə bizə veribsə, deməli bu neyrondur da. Çünki peyk hüceyrələrin aksonu dendriti yoxdur, çıxıntıları yoxdur. Aksonlu hüceyrələrin sayı 40-dırsa, onda peyk hüceyrələrin sayı 40 vurulsun 10, 400 eləmiş olacaq. Eləmi? Ümumi sinir toxunması hüceyrələrinin cəmi nəyə bərabər olacaq? 400 peyk hüceyrə, 40 ədəd olacaq neyron. Cavabımız eləcək 440 ədəd. 2 nömrəli sual. Cədvələ əsasən x, y, z. Onların cəmini tapmalıyıq. Sinir sistemi verilib. Şəkil tam düşməsə də, amma bilirik təqribən nədən söhbət gedir. Onurğa beynində, daha doğrusu onurğa beyin şöbələrinin sayı 4 ədəddir. Bayaq yazdıq. İnsan sinir sistemində sinir növlərinin sayı 3 ədəddir. Hissi, hərəki, qarışıq. Bunu da bildik. Baş beyin sinirlərinin sayı 12 cüt və ya 24 ədəd.
Cəmini tapaq da 24 üzərinə gəlinsin 3, üzərinə gəlinsin 4, bu da eləcək 31. Üçüncü sual. Yenə cədvəli sualdır. Ümumiyyətlə bu sinir sisteminə bağlı olan testlər var. Baxmayaraq ki, qapalı və açıq tipli testlər azdır bu dəyər test toplusunda. Amma işlədikcə biz gördük, burada maraqlı situasiya sualları həqiqətən var idi. Yəni düşündürücü suallar var idi. Xüsusən də o cədvəldə doğru yanlış söhbəti bəyənilən sual oldu. İndi də bu açıq suallarda baxın, bu cədvəl sualları həqiqətən də maraqlı sualdır. Və burada yenə ikinci cədvəli veriblər bizə və bu cədvəldə deyir ki, insanın sinir sistemində sadə refleks qövsü mərhələlərinin cəmi, istər sadə refleks qövsü olsun, istər mürəkkəb refleks qövsü olsun, 5 mərhələdən ibarətdir. Reseptor, hissi yol, mərkəz, hərəki yol, işçi orqan. Sinir növlərinin cəmi. Sinir növlərinin cəmi bayaq yazdıq da 3 növdür də. Hissi, hərəki, qarışıq. Onurğa beyni sinirlərinin cəmi 31 cüt və ya 62 ədəd. Toplayaq da 62 üzərinə gəlinsin 3, üzərinə gəlinsin 5, bərabərdir, cəmi elədi 70. Dördüncü sual. Nöqtələrin yerinə uyğun gələn sözləri düzgün ardıcılıqla yazın. İnsanda nöqtə sinir sistemi simpatik və parasimpatik şöbələrə bölünür. Təbii ki, simpatik və parasimpatikə bölünür vegetativ və ya avtonom sinir sistemi. 3. Birinci. Nöqtə sinirlər ürək döyüntülərinin sayını artırır. Bu simpatikdir. 1. Yəni avtonomun bir növüdür, simpatik. Nöqtə sinirlər mədənin işini gücləndirir. Bu isə parasimpatik sinirlərdir. 2. Cavabımız 312. Yəni 3-1-2 ardıcılığına getmiş olacaq. 5 nömrəli sual. Şəkil sualdır. Şəkil əsas sualdır. Deyir ki, insanda mərkəzi sinir sisteminə aid olan orqanların yerləşdiyi boşluqları seçin. Mərkəzi sinir sistemi nədən ibarət edir? Baş, beyin, bir də onurğa beyindən. Baş beyin yerləşir kəllə boşluğunda. Onurğa beyində harda yerləşəcək? Onurğa kanalı boşluğunda. Cavabımız 1, 2. 6-cı sual. İnsanın mürəkkəb refleks qövsündə hərəki neyronlar bilavasitə əlaqəli ola bilməz. Mürəkkəb. Mürəkkəb refleks qövsüdürsə hərəki neyronlar ara ilə əlaqəli olar. Hissi ilə olmaz. Əzələ ilə olar. Reseptorla olmaz. Çünki reseptorla hissi bir vasitə əlaqəli olur. 2 və 3. 7-ci sual. Bax, bu sual da çox gözəl bir sualdır. Baxmayaraq ki, nəzəri sualdır, amma mənim xoşuma gəldi şahsən bu sual. İnsan orqanizmində periferik sinir sisteminin əmələ gəlməsində iştirak edir. Periferik sinir sistemində əmələ gəlməsində iştirak edən hissi neyronun cisimləri bəli. Hərəki neyronların cisimləri xeyr. Çünki mərkəzdə ancaq yerləşir. Hissi neyronların aksonları bəli. Bir hissəsi mərkəzdən kənar yerləşir. Hərəki neyronların aksonları bəli. Bir hissəsi mərkəzdən kənar yerləşir. Hərəki neyronların dendritləri xeyr. Tam mərkəzdə yerləşir. Yəni MSS-də yerləşir. Hissi neyronların dendritləri bəli. Tam mərkəzdən kənarda yerləşir ümumiyyətlə. Cavabımız 1, 3, 4 və 6. 8 nömrəli sualda səhv mülahizəni bizdən istəyir. 5 variant verib və 5 variantdan səhv olanları biz götürməliyik. El baş beyin yarımkürəsidir. K ara beyindir. M orta beyindir. P uzunsov beyindir. N'dəki beyincikdir. Gəlin aydınlaşdıraq. Birinci, M deyir ki, işıq və səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Bəli, orta beyindir. K, müvazinətin saxlanılmasında və hərəkətin tənzimində iştirak edir. Səhvdir, bu N-in işidir, beyinciyin. N maddələr mübadiləsi bədən temperaturu. N K ilə qatışdırılıb. Əslində bu K-nın işidir, N-ə yazıblar. 2-3 səhv.
P müdafiə reflekslərinin mərkəzlərinin yerləşdiyi şöbədir. Bəli. Həqiqətən də. Doğrudur. L onurğa beyni baş beyinlə əlaqələndərən şöbədir. Xeyr, qətiyyən. Böyük yarımkürələr qabığı nə vaxtdan onurğa beyinlə baş beyni əlaqələndirib? Bu uzunsov beynin işidir. 2, 3, 5. Düzgün cavabımız. 9 nömrəli sual. Nöqtələrin yerinə uyğun gələn ifadələri düzgün ardıcıllıqla müəyyənləşdirin. İnsanda nöqtə maddən əmələ gəlmiş qırışlı qabıqla örtülünmüşdür. Baş beyin yarımkürələri 4. Boz maddədən əmələ gəlmiş 3. Qabıqla örtülmüşdür. Qabıqda təqribən 12-18 milyard neyron var. 2. Cavabımız 4, 3, 2. Bəli, 4, 3, 2 eləmiş oldu. Bu ardıcılıqla yəni cavabımız gedir. Uyğunluğu müəyyən edin son 2 sual. 10-cu sual. Muvazinəti tənzimləyən, qan damar tənəffüs sisteminin fəaliyyətini tənzimləyən və maddələr mübadiləsi və emosiyaları tənzimləyən. Baxın, muvazinəti tənzimləyən deyirsə, bura beyinciyi yazacaq. Buna bir xətt. Qan damar tənəffüs sisteminin fəaliyyəti uzunsov beyindir. Bura yazarıq. Buna bir xətt. Maddələr mübadiləsi və bir çox emosiyaları tənzimləyir. Ara beyin deni də bura yazırıq. Bunun üstünə bir xətt. Orta beyin ümumiyyətlə aid olunmur. Baş beyin yarımkürələr də aid olunmur. Sonuncu sual yenə maraqlı bir sualdır. Ehlers-Danlos diaqramı verilib. Avtonom sinir sisteminin 2 hissəsi verilib. Simpatik və parasimpatik sinirlər. Onların fərqli və oxşar cəhətlərini biz müəyyənləşdirməliyik. Ürək yığılmalarını tezləşdirir. Ürəyi döyünməsini qüvvətləndirir. Yəni qüvvətləndirməni artırır və bunun nəticəsində də qüvvətləndirmə artdıqca, tezləşdikcə, üzr istəyirəm, ürəyin sikli azalmağa başlayır daha çox. 1-ə A variantı uyğun gələr, bu getdi. İşi qeyri-iradidir hər ikisi. B variantı bu da getdi. Göz bəbəyini daraldır. Parasimpatik. Bu da getdi. Çünki genəldən simpatikdir. Mədə əzələlərin hərəkətini, mədə şirəsinin ifrazını gücləndirir. Yenə parasimpatik sinirlərdir. D variantı. Getdi. Bağırsaqların dalğavari hərəkətini zəiflədir. Yəni antagonistdir də simpatiklə parasimpatik. Zəiflədirsə, güclədirsə parasimpatikdirsə, zəiflədirsə nədir həzm sistemi zəiflədən? Simpatik olacaq da. Y bəndi də bura. 11. 1A-Y, 2B, 3C-D. Deməli əzizlərim, bu qədər sinir sistemi dəyər test toplusundan sinir sisteminə aid olan test tapşırıqlarının açıq və qapalı tipli test nümunələrinin izahını sizlərə vermiş oldum. Bir daha sağ olun. Hər birinizə təşəkkür edirəm. Sonda da onu demək istərdim ki, kanala abunə olun, dəstək olun, videoları bəyənməyi və rəy bölməsində fikirlərinizi bölüşməyi unutmayın.